Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Ativlər məhəlləsi deyilən ərazidə məktəbə də 5 dəqiqəlik piyada olan məsafədə, demək 1.3 sotun içində 3 otaqlı tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bax bu ev həqiqətən demək saç yüzündə tikilsə də tam standartlara uyğun inşa olunub. Qoşa daşdan inşa olunub, fundamenti vurulub. Baxın, kəməri atılıb. Yəni bunları göstərir, hörmətli izləyicilər. Bəzən ev sahibləri sıvatdırmır ki, gələn adam o kəmərləri görə bilsinlər. Yəni bunu nəzərdə çatdırım ki, evin keyfiyyətini siz nəzərdə çatdırın. Ərazi, quru ərazidir, nəmlikli olmayan ərazidir. Gördüyünüz kimi də fundament izlədir, qoşa daşdan inşa olunub. Heç bir problem yoxdur. Satış üstündə tikilsə də tam qanuni formada, rahat, tam standartlara uyğun inşa olunub. Gördüyünüz kimi də bura həyət yanı sahəsidir, rahat 2 maşın daxil ola bilir həyətinə. 2 dənə maşın. Buradan da zərzəmiz hissəsinə də rahat keçmək mümkündür. Bax bu hissədən. Görürsünüzmü? Keçən il evin içinin proyekti ilə tanış olaq. Buradan qalxıb evin içinə. Demək, girən kimi bura dəhliz hissəsidir. Dəhlizdən, demək, sol tərəfdə mətbəx. Mətbəx harcı 9-10 kvadrat olar. Təxminən ölçü deyirəm, hörmətli izləyicilər, az fərq edir. Qurqaba ev qoşa daşdan inşa olunur. Evin hər tərəfi qoşa daşdır. Burada bir yataq otağıdır. Bir dənə boyları qalaba, boylarını da ev sahibi indi vurub təhvil verəcək. İşlər gedir hal-hazırda tamamlanmaq üzrədir. Burada yenə bir yataq otağıdır. Bu da hamamın demək olacaqdır, bu asma tavanıdır. Pardisini o deyim, yığılıb veriləcək. Qoyulacaq ora. Bu hissəsi də hamamdır. Gördüyünüz kimi hamamda təmir vəziyyətləri yuxarımda asma tavanda hazırdır, yığıb veriləcək. Bax, çörnupolu da vurulub. O göstərin. Yuxarıba görürsünüz, çörnupol var. Ev sahibi vurub çörnupolu. Burada qonaq otaqdır, hörmətli izləyicilər. Qonaq otağı da hardasa 360-70-in belə 7 metrik olar. Yəni, zalı da yaxşıdır. Ölçüsü çox nə balaca da deyil, nə böyük də deyil, yaxşıdır. Demək, keçirik buradan yenə də bir həyətə. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmanı köməkli göstərə bilərik. Hörmətli izləyicilər, demək, YouTube'da, TikTok'da, Instagram'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. 3 dənə səhifənin üstündə də. Orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, zəng vuran zaman kodları götürməyin. Yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti də sizin nəzərinizə çatdırım 82.000 manatdır. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin.